Sizcə bu mövsümü Qarabağ üçün uğursuz saymaq olar? Buna bir mənalı cavab vermək olmaz. Nə mənada? Bayaqdan Rəşad tamamilə düzgün qeyd edir ki, Avropada qazandığı uğurlara görə bəli, Qarabağ başından yuxarı tullandı. Azərbaycan futbolunu bütün Avropada yaxşı mənada tanıtdı. O çempionata gəlincə mən hesab edirəm ki, çempionat boşa verildi Qarabağ üçün. Komanda titulsuz qaldı. Nə kubok götürə bildi, nə çempion ola bildi. O mənada bir mənalı cavab vermək olmur. Amma hər halda mən yenə də Rəşadla razıyam ki, Qarabağ, Fergusonun yaxşı bir sözü var, deyir, yaxşı komanda 4 ilə yetişir. Artıq Qarabağ yeni komanda formalaşdırmalıdır. Sizcə 4 il gözləməliyik? Yox, 4 il yox, mən düşünmürəm. Çünki komandanın özəyi yəqin ki, qalacaq. Amma dəyişikliklər mütləq olmalıdır. Bax, indi Rəşad qeyd elədi, Medina'nın qalmağı. Medina məncə artıq çox geri gedib, enişdədir. Elə bir oyun yoxdur ki, orada onun köbü səhv olmasın və ondan sonra qol buraxılmasın. Məncə daha bir futbolçu olsa ona rəqabət təklif edəcək bir futbolçu. Mütləq. Sonra təbii ki, Juninho'nu Camilo Duran lazımı səviyyədə əvəz eləyə bilmədi. Ümumiyyətlə son oyunlarda çox zəif çıxış eləyir. Düzdür, Qurban Qurbanov o 5-1'lik oyunda demək olar ki, başqa tam da olmasa başqa bir komanda idi. Əslində çempionatdakı Qarabağla Çempionlar Liqasındakı Qarabağ fərqlənir. Bəli, fərqlənir. Ola bilər ki, yenə də mən Rəşadla razılaşıram ki, ola bilər ki, doyublar o futbolçular və bir də yadınızdadır, mən hər dəfə deyirdim ki, Qarabağ çempionat həmişə ya o çempionata uğursuz başlayır, ya fasilədən sonra uğursuzluq yaşayır oyunlarda. Sonradan gəlib o xalların yığa bilirdi və mənə yadınızdadır, deyirdim ki, bu dəfə 4 dövrə deyil, 3 dövrədir. Qarabağın vaxtı olmayacaq o itirdiklərin qaytara bilsin. Bilirsiniz hansı mənada verirəm sualı Rəşad? Həm də Qurban Qurbanov mətbuat konferanslarında indiki vəziyyəti normal qarşılayır. Sizcə Qarabağın indiki düşdüyü vəziyyət normaldır? Bəli, tam normaldır. Yəni Qurban müəllim də deyir o sözü, hamı da başa düşür futbolla azdan çoxdan maraqlanır. Daim çempion olacaq deyilə bir şey yoxdur. Yəni biz Şotlandiyanı götürək, orada 2 komandadır. Əsas Celtic'dir, Rangers'dir. Onlar da ilbəil dəyişirlər. 1 il, 2 il bir çempion olur, sonra başqası. Bax, elə götürək, üzr istəyirəm, Bolqaristanı, Ludogorets 12 illik hökmranlığına son qoyuldu onun da. Hətta 14 səhv etdi. O da artıq bu il çempion ola bilmədi. Yəni artıq gələcəyi fikirləşirlər. Təbii ki, qan dəyişməlidir. O çempion olmaq asan deyil, o pikdə qalmaq çətindir. Onu saxlamaq çətindir. Orada zirvədə qalmaq çətindir ki, Qarabağ uzun illər bunu bacardı. Deməyin ki, rəqabət yox idi, Qarabağ bir ayaqla gedirdi. Rəqabət də vardı, futbolçular da normal idi, digər rəqiblərdə. Sadəcə Qarabağ üstün idi və Qarabağ Avrokuboklarda son 2-3 ildə belə qrup mərhələsindən çıxmağa bacardı. Keçən Avroliqada, bu illər Çempionlar Liqasında və o təcrübəni toplamaq lazımdır. Əvvəl biz play-off'a çatanda sevinirdik, sonra qrupa düşəndə sevinirdik. Artıq qrupu biz... Rəşad, vaxt barıdı bir mərhələ keçəndə təbii ki, o 90-cı illər gözümün qabağında hətta ilk 15 dəqiqədə qol buraxmayanda sevinirdik. Vallahi tamamilə düzdür, elədir. Oyun başlanınca hamı əl-ayaq əsirdi ki, bu dəqiqə rəqib qol vuracaq. Yəni o yolu keçmişik. Kimin sayəsində keçmişik? Bəli, bütün komandalarımızın burada xidməti var. Amma Qarabağın sayəsində. Qarabağ bizi qələbələrə alışdırdı. Qarabağ bizi Avrokuboklarda ciddi rəqiblərlə görüşlərdə... Digər komandalar ruhlandırdı ki, eləmək olar bunu. Düzdür, Neftçi amilini unutmayalım. İlk dəfə qrupa düşən kim oldu? Neftçi oldu və Neftçi qrupa düşməklə digər komandalara da dedi ki, siz də bunu etməlisiniz. Özdə kimlə? Interlə başa-başa oynadı. Bəli, 2-2 oyun. Giuseppe Meazza-da 2-2 oyun, məşhur oyun. Rəşad Sadiqovun vurduğu gözəl qol. Bakıda hakimin səhvi. Zelinski'nin səhvi idi, o Zelinka Çexalı hakim. Yəni biz bunlara görə gəlmişik və bu günləri Qarabağın uğursuzluğa düçar oldu deməyimiz bir qədər absurd görünür mənə görə. Yenə deyirəm, subyektiv fikrimdir. Adamlar Çempionlar Liqasında hara gəlib çıxdılar? Titanların döyüşüdür orada. Minimum 100 milyonla oynayırlar. Rəşad, amma deyir, Roman yerdən yüksəllər. Bəli, o cür oyunlardan sonra, Çempionlar Liqasındakı oyunlardan sonra Qarabağ... Amma unutmayaq ki, Sabah da işlədi. Sabah da işlədi. Heyətinə bax, neçə ildir bu yolu gəlirlər. Bu yolu gəlirlər və çempionluğa doğru hər heyət güclənir, axtarışdadılar. O legioneri yola salır, bu legioneri daha üst səviyyə legioneri gətirir və göründü ki, Dambraskasda istədiklərini tapdılar.